Salam dostlar, bugün əla bir videoyla sizin qarşınızdayım. Qorxu videosu olacaq. Əla bir videodur. Yarpılanetlər yaşayır, yaşamır, hansı bölgədə yaşayırlar. 51-ci bölgənin bir videosudur sizlər üçün. Videomuza keçməzdən qabaq videomuzu bəyənin, kanalımıza da abunə olub like eləməyi unutmayın ki, daha çox bizim belə videolarımız gəlsin. Bir videom da belə getdi. Yəni nə qara bilərəm, mənim əlimdən gəldiyincə elədim, amma videonu geri qaytara bilmədim. Amma ki, əla bir video axşama YouTube'da olacaq. Videomuzu izləyib kanalımıza da abunə olub like eləməyi unutmayın ki, daha çox videolarımız gəlsin. İndi isə keçək videomuza. Bir bölgə dünyanın getməyə qadağan olunan və Dünyanın haqqında getməyə qadağan şayiələr olunan yayılan bir çox insanlara görə insanların yad planetlilərlə əlaqə yaratdığı bir yerdir. Bugünkü videomuzda da 51-ci bölgə və həmin bölgədə yaşanan paranormal hadisələr haqqında olacaq. Bunlar real ola bilər, ya yalan ola bilər. Mən tam bilmirəm. Tam baxmamışam da sizlərlə bir yerdə Bu baxım. hərbi zonaya hətta ABŞ prezidentləri də xüsusi icazə ilə girib çıxa bilir. İcazə ilə girib çıxırlar. Və alimlərin fikrincə, burada naməlum uçan obyektlərin qalıqları və yad planetlərin bədənləri saxlanılır. Bundan başqa sözü gedən bazada yad planetlərin texnologiyalarından istifadə etməklə super müasir uçuş aparatlarının və silahlarının tədqiqi və sınağı aparılır. Nevada ştatındakı səhralıqda yerləşən bu hərbi baza ABŞ hökumətinin ən böyük sirridir. 51-ci bölgəyə aparan yolda həmişə sakitlikdir. 100 kilometrdən çox məsafədə heç bir şəhərə, yaşayış məntəqəsinə hər hansı bir işarəyə rast gəlinmir. Yalnız bazanın yaxınlığına çatanda çağırılmamış qonaqları bu əraziyə daxil olmaqdan çəkindirən nəhəng xəbərdarlıq lövhələrini müşahidə etmək olar. 51-ci bölgə gözdən könüldən uzaq. Daxil olmaq praktiki cəhətdən mümkün deyil. Çünki bölgənin ətrafında gizli kameralar, yaxınlaşan istiliyi təyin edən cihazlar quraşdırılır. Gecələr ərazini heç bir tanınma nişanı olmayan qara rəngli vertolyotlar qoruyur. Ufoloqlara məlum olub ki, məxfi bazanın əsas binası 14 yeraltı mərtəbədən ibarətdir. Lakin yerin altındakı bu mərtəbələrdə hansı işlərin görülməsini yalnız ehtimal etmək olar. İnsanların fikrincə ABŞ hərbi qüvvələrinin poligonları ilə yanaşı, burada naməlum uçan obyektlərin texnologiyalarından istifadə olunmaqla yeni tip uçuş aparatlarının hazırlanması üzrə tam məxfi yeraltı bazalar yerləşir. 51-ci bölgədə qəribə uçan obyektlərin manevr etməsini müşahidə edən çoxlu sayda şahidlər var. Buna görə də 51-ci bölgə ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Bu bölgə barədə məlumatlar ictimaiyyətə çatdırılmır. 51-ci bölgənin təhlükəsizliyini Kamadudes adı verilən bir qrup yerinə yetirir. Bölgəyə yaxınlaşan insanlar müəyyən bir zamandan sonra bu insanları görür. Həmin qrup insanları bölgəni tərk etmək üçün xəbərdarlıq edirlər. Əgər xəbərdarlığa riayət olunmasa, pul cəzası kəsilir. Əgər bölgəyə girən şəxslər daha da irəli getsələr, onlar öldürülür. Şeye bak sen. Buranı qoruyanlar o ağ maşınlara, odur. Burada maskıçılar gəliblər. 1997-ci ildə ABŞ-da fəaliyyət göstərən radio proqramının canlı yayımına qoşulan bir şəxs 51-ci bölgənin keçmiş işçisi olduğunu bildirir və izləndiyini çox ehtimal ki, öldürüləcəyini də dilə gətirir. İndi isə həmin dialoqu dinləyək. I've kind of been running across the country. Man, I don't know where to start. They're gonna. Deyəsən bunu tutublar. Ona görə biraz qışqırıq səs şey edir. Okay, well, they're extra dimensional beings made contact with. Amerika dilin bilən var, aruzda qulaq asın. Bilərsiniz yəni. The government knows about them. But they're not doing anything. They are not. They want the major population. Tutublar deyəsən bana. O da yardım istəyir bunlardan. Öyle olar da yaxın ki, ben səsə baxın, qulaq asın.
some way, something knocked us off the air, and we're on a backup system now. It's the government or... I don't know. Çox qəribə ya. 51-ci bölgə haqqında bu günə qədər çox fikir səslənib. Bunlardan ən məşhuru burada yad planetlilərin araşdırılmasıdır. 1947-ci ildə yaşanan Roswell-Uno qəzası sonrası tapılan yad planetli cəsədinin bölgədə saxlanıldığı iddia edilir. Bəzilərinə görə bu qəzadan sonra 51-ci bölgədə bir araşdırma mərkəzinin qurulmasına qərar verilmişdir. 8 iyul 1947-ci il tarixində New Mexico əyalətində Roswell qəsəbəsində qəzaya uğrayan UNO-nu gizli olaraq analiz edən səlahiyyətlilər araşdırmalar sonrası UNO-nun istifadə etdiyi texnologiyanı öyrənmişdilər. Həmçinin qəzada ölü və ya yaralı olaraq ələ keçirilən yad planetli üzərində araşdırmalar aparılmışdır. Bunun haqqında real olub-olmadığı tam olaraq bilinməyən bir video da var. Videoda üzərində araşdırma aparılan canlının Roswell qəsəbəsində düşən UNO-ya aid olduğu deyilir. Video ilk olaraq yalanlansa da, daha sonra təqaüdə çıxmış 51-ci bölgədə çalışmış bir çox insan tərəfindən doğrulandı. 51-ci bölgəyə yaxın yerlərdə bəzi araşdırmacıların kamerasında bir çox maraqlı hadisələr görüntülənib. İndi isə həmin görüntülərə göz ataq. 51-ci bölgə yaxınlıqlarında qeydə alınan bu görüntü 1944-cü ilin mart ayına aiddir. Günəşli bir havada uçan parlaq bir cisim görünür. Bu cismi belə maraqlı edən orada bir yerdə sabit durmasıdır. Günümüzdəki dronlar kimi. Bunun dron olduğunu da düşünə bilərsiniz. Amma ki bir dron bu məsafədən görüləməz. Yox, görsəniz, dron balacadır, dron çox da şey olmur axı. Ağdı yumru. Bu tərəfə ağdı, bu tərəfə qaranlıq. Bu görüntü həqiqətən də maraqlıdır. Qaranlıq və baxımsız bir yerdə kameramanın qeyd apardığını görürük. Küncdə ağ bir cisim var. Elə bil ətrafa dağılıb. Kameramanın ayaqqabılardan orada ən azından o yerin altındakı bölmələrdə işləyən birinin olmadığını, araşdırmacı olduğunu deyə bilərik. Ətrafda gəzməyə davam edir. Nəsə görsənməsin, dəli olaram mən. Hələ ki söz yox. Anbar kimi bir yeri açmaq istədiyi anda içəridə dünyamızda görə bilməyəcəyimiz bir şey görünür. Ən azından dünyamızdan olmadığını deyə bilərik. Allah haqqı qorxdum, amma baxmaq istəmirəm ona. Narıncı bir rəngdə bəlkə də yad planetli deyəcəyimiz bir varlıq. Bu əslində küncdəki ağ cismin bu yad planetliyə bənzər həşarata yeyəcək kimi verildiyi düşünülür. Videonun 51-ci bölgədə çəkildiyi deyilir. Əlbəttə bunun bir sübutu yoxdur. Gecə vaxtı maşının içərisindən lentə alınan bir görüntü. Buradan olsun. Bir anda otların arasında itə və ya ona bənzər bir şeyin çıxdığı görülməkdədir. Parlaqlığını təkrar artırıb bir daha incələdiyimizdə böyük gözlərə sahib narıncı rəngdə bir varlıq olduğunu deyə bilərik. Eyni ilə zəif çılpaq bir insan kimi. Amma gözlərinin böyüklüyü, otların arasında bir insan kimi yürüməsi olduqca düşüncəlidir. Yenə də 51-ci bölgədə lentə alınan bir video. Otaq kimi bir yerdə arxasına dönmüş bir şey görünür. Arxasına dönüb ətrafa baxdığında bunun insana bənzəmədiyini görürük. Böyük bir gözləri və böyük bir başa sahib. Eyni ilə bir yad planetli. Yad planetli. Biz UFO deyirik. Bir müddət sonra yad planetli otaqda gəzməyə və onu lentə alan gizli kameraya baxmağa başlayır. Bu hələ qəribədir, bunlar realdır. Çox nadir sızdırılan görüntülərdən biri daha. Yad planetli gəmisinin düşməsinin ardından qeydə alınan bu görüntülərdə gəminin içərisindən dünyaya aid olmayan varlığın xələk ilə çıxarıldığı görünür. Ətrafda həkimlər, əskərlər və bir çox insanlar var. Xələklə çıxarılan şeyin bədəninin böyük bir hissəsi qri görünməkdədir. Bunun səbəbi videonun sansürlənməsindən irəli gəlir. Videonun həqiqiliyi dəqiq bilinmir, amma belə bir görüntünün sızdırılması, onu da geçdik, çəkilişinə icazə verilməsi olduqca düşündürücüdür. Dən fikirləşin.
İzlediğiniz bu görüntüler 51. bölge yakınlıktaki ərazilərdə lentalanır. Ərazilərdə. Bütün görüntülərdən sonra nə düşünürsünüz? Sizcə Amerika həqiqətən 51. bölgədə yad planetlərlə mi işləyir? Bununla Olar. da bugünkü videomuzun Olar. da sonuna gəldik. Gələn Öz qədər idi. Videomuzu bəyənib kanalımıza da abunə olub like eləməyi unutmayın ki, daha çox bizim belə tez-tez belə qorxulu videolarımız gəlsin. Bu videomuz da saat 8-ə 9-a ancaq belə yayında olar, yayında olacaq. Gecə izləməyi, kanalımıza da abunə olmağı, like eləməyi unutmayın ki, daha çox bizim belə videolarımız gəlsin. Videonun silinməsi haqqında məlumatım elə də çox yoxdur. Nə üçün silinib, nə üçün şey olub, nə üçün mən girdim, baxdım, gördüm ki, videoma belə bir şey qoyulub, video silinib. Bilmirəm nəyə görə oldu, niyə görə oldu. Amma əla videolarla, əla çəklərlə sizin qarşınızda olacağam. Saçdım olacağam. Əla bir videolar sizlər üçün gələcək. Videomuzu bəyəndirsə, videomuzu like edib, videomuzu bəyənib, abunə olmağı unutmayın ki, daha çox belə tez-tez bizim belə videolarımız gəlsin. Sağ salamat dostlar. Digər videolarımızda görüşmək üzere.